Salam əziz izləyicilər. Bugünkü videomda aloedan bəhs etmək istəyirəm. Bitkinin kökündən çıxan xırda cücərtiləri qopardaraq yenidən torpağa əkə bilərsiniz. Beləcə bitkinin daha yaxşı qidalanmasına kömək etmiş oluruq. Həmçinin aloe bitkisinin sayını artırırıq. Onu da qeyd edim ki, aloe bitkisi baxımı çox sadə olan bitkidir. Həm də uzun ömürlüdür. Düşünürəm ki, hər evdə bir ədəd belə olsa, aloe saxlanılmalıdır. Onlarda fotosintez prosesi təkcə gündüz yox, həm də gecə baş verir. Yəni havanı təmizləyir. Videonu bəyəndinizsə, like etməyi unutmayın.